Dimin keçirdiyi sınaq imtahanından belə bir blok sualının izahına baxaq. Bizdən binomda ən böyük binomial əmsalın tapılmasını tələb edir. İlk öncə biz bilməliyik ki, ən böyük binomial əmsal deyirsə, bu ortada duran həddin əmsalına bərabərdir. Çünki əgər qüvvətimizdə 8 varsa, deməli bizim 9 dənə həddimiz var və 9 həddində ortadakı həddi 4-cü həddir. Bunun üçün biz kombinezon 8-dən 4-ü hesablamalıyıq. Kombinezon 8-dən 4 bərabərdir. 8 vur, 7 vur, 6 vur, 5. Məxrəcdə isə 4 vur, 3 vur, 2 vur, 1. Deməli, 2 ilə 3-ün hasili 6 ilə ixtisar gedir. 4 ilə də 8 ixtisar gedir, 2 qalır. Hasil isə 70-ə bərabərdir. Deməli, bizim ən böyük binomial əmsalımız 70 edir.